Efirdə dəyərli tamaşaçılar, xatırladıram telefonlarımız 510-0204 və 69-74 SMS ünvanımız açıqdır və əgər əlaqə qurmaq çətinlik törədirsə, belə ki, zənglər çoxdur, o zaman 69-74-də suallarınızı ünvanlayın. Mən isə burada sualları elə yavaş-yavaş incəliyirəm və həkimlərə ünvanlayıram. Alo? Alo? Alo. Bəli? Axşamınız xeyir. Hər vaxtınız xeyir xanım, buyuruz. Həkim, mən yoldaşıma görə zəng eləmişdim. Bəli. Yoldaşımın elə bir başında gidişmə olur da, başının tüklərinin dibində gidişmə olur, qaşınma olur. Haradasa o bir ildir onda vardı, onun başında elə getmir. Həkimlərə müraciət eləmişəm, həkimlər də nə dərman deyib, onu eləmişəm. Yox, dərman yox, amma diaqnoz nə olub? O elə bir göbələk xəstəliyi deyib. Göbələk xəstəliyi deyib. Göbələk xəstəliyi deyib. Elə bir ki, dibləri sulanır, qaşınır, saçın dibləri. Siz bizim o Fitaton, Erbaxlora şirkətinin Fitaton xınalarından burada biz deyirik, reklam eləyirik, danışırıq ondan. Yəni əslində qalanda reklam deyil, əslində qalanda o olduğu kimi biz ondan danışırıq. Fitaton xınasından istifadə eləmişsiniz? Yox, ondan yox, xeyr, yox. Eləyin də, bəs bunu elə belə burada nağıl üçün danışmırıq ki, xanım. Fitaton bir xınası, rəngsiz xınadır, bundan istifadə eləyin, nəticə alınmalıdır. Çünki göbələk əgər həqiqətən də dəri dibində olan göbələklərdirsə, o zaman nəticə alınmalıdır. Rəngsizdir, qorxmayın, rəng verməyəcək saçlarına. Həkim elə bir ki, dedi, onda xəstəlik, bu xəstəlik gedməz də, bu xəstəlik sağalmayan xəstəlikdir. O da ki, qaşınma, zat verir, xanım, o gərək aydın ola ki, sağalmayan xəstəlik nədir? Belə biz deyə bilmərik, yaxı nəsə? Sağalmayan xəstəlik nədir? Əgər göbələkdirsə, o sağalandır. Əgər bu... Gənə var. Hətta gənəciklər də, dəri-altı gənələr də sağalır. Yəni, burada, nə bilim... Biraz uzun çəkir, amma... Oldu, xanım, aydın oldu, təşəkkür edirəm. İkinci telefonu qəbul edək. Alo? Aha. Aydın oldu. Ulduz xanım, burada əlavəniz varsa buyurun. Əlavəm var, yəni göbələyin də növləri çoxdur, onu da dəqiqləşdirmək lazımdır. Əgər istəsə xanım, biz də aptekdə biorezonansdan keçirdə bilərik, yəni təyin eləyə bilərik, dəqiq hansı mikroblardır. Yəni, orada aydın olacaq ki, həm saçın dibindədir, həm qandadır və yaxud bədən bağırsaqlardadır, hansı nahiyəsində. Mütləq daxilə qəbul etməlidir həmin göbələklərə qarşı və yaxud da viruslar da ola bilər, həmin viruslara qarşı. Bitki yığımı verərik. Bir də yerli sürtməyə də yenə biz hazırlayırıq, cöfərlər hazırlayırıq göbələyə qarşı. Onlardan da sürtməlidir. Təmizlənəndə sağalan xəstəlikdir. Adicə ev şəraitində, yəni onları edə-edə mən bir resept deyə bilərəm ki, istifadə etsin. Soğanı, adi soğanı sıxırsan, şirəsi. Ona biraz bal qatışdırırsan, tutaq bir 2 xörək qaşığı, 3 xörək qaşığı soğan şirəsinə, bir qaşıqda, bir xörək qaşıqda bal qarışdırırsan, saçın dibinə sürtmək lazımdır. Sonra onu bir selofan vasitə ilə örtmək lazımdır, yarım saat qalsın havasız şəraitdə. Yarım saatdan sonra yumaq lazımdır. Bu özü də kömək eləyir adi göbələyə. Amma yenə deyirəm, müayinə olunsa göbələyin daha hansı növü, bəzən viruslarla qarışıq bir yerdə olur. Yəni, amma daxilədə mütləq içməlidir. Həm immuniteti artırmaq üçün, həm də göbələyə qarşı bitki yığımı içməlidir. Təşəkkür edirəm, çox sağ olun. İlham müəllim, yeri gəlmişkən bir halda ki, söhbət gəlib çıxdı sizin bala, nəsə hazırlamaq söz verdiniz və onu nə olacaq əslində qalanda bu? Bu, Fikrət müəllim, bizdə məşhur adı ilə tanınan, indi çox nadir hallarda onu siz qəbul edirlər, istifadə edirlər. Bu qoqul-moqul içkisi var. Ona içki də demək olar, məzun da demək olar. Bəli. Bu qoqul-moqul içkisi həm qüvvət vericidir, bədənin müqavimətini artıran bir içkidir, həm də qidalandırıcı bir içkidir. Onu mən tam başqa bir tərkibdə, yəni zəngin vitaminlərlə zənginləşdirilmiş formasında göstərmək istəyirəm. Bir sual var SMS-lərdən, istəyərdim, üzr istəyirəm, bunu oxuyum sizin üçün. Yazır ki, mənim 42 yaşım var, 20 ildir cinsi zəiflik məni narahat edir, mənə məsləhət vermənizi xahiş edirəm və ikinci, yəni qadınlarda cinsi zəifliyə aid belə xalq təbabəti üsullarından hansı istifadə eləməyər? Mənə gəlir ki, bu üsullardan istifadə etsələr... Bəli, yəni mən qeyd edəcəkdim, yəni bunun özü həm cinsi zəiflikdə də çox köməyi var. Əlavə olaraq bizdə güləm dediyimiz məhsul var, Fikrət müəllim. Mən dəfələrlə onu məsləhət görmüşəm, yəni istifadə edənlər də şükür Allaha nəticəsini görüblər. Güləmin balla tərkibini istifadə etsələr, sırf ələxsus kişilər üçün nəzərdə tutulub, yəni kişilərdə olan cinsi zəiflik problemlərini aradan götürür. Bir həftə 10 gün qəbul edəndən sonra əvvəlki dövrdən sonraki dövrdə fərqi özləri hiss edəcəklər. Təşəkkür edirəm. O zaman siz həmən o qoqul-moqulda nədən burada tərkib, mən bunları burada hazırlamaqda dediyim kimi, yəni məqsəd ondadır ki, qoy tamaşaçıların yaddaşına həkk olunsun, bunu hazırlayıb gətirmək də olardı. Burada çox zəngin bir tərkibdir, demək olar minerallarla, vitaminlərlə zənginləşdirilmiş. Süd bildiyimiz kimi kalsiumla zəngindir. Burada C vitaminləri
C vitaminləri zəngin olan portağal şirəsindən, limon şirəsindən istifadə edəcəyik. Əlavə olaraq zülalla zəngin olan yumurtadan istifadə edəcəyik. Yaxşı olar ki, mən tələsik oldu, kənd yumurtası olsa daha yaxşı olar. Çünki nə qədər məhsullar təzə olsa bir o qədər faydalı olar. Bəli, təxminən onu necə başlayacaqsınız eləməyə? Burada deməli götürülür əvvəlcə 200 mg ilıq formada süd. Ona deməli əlavə eləyin ona. Əlavə eləyəcəyik biz bir yumurtanın özünü. Bütöv Burada bizdə o şərait yoxdur, mikser aparatı olsaydı daha yaxşı olardı. Bunu tam qarışana kimi bir vəziyyətə gələnə kimi qarışdırmaq lazımdır. Mən bunu görüntü olaraq belə göstərirəm. Yəni mikser aparatında qarışdırılsa daha gözəl olacaq. Sonra daha nə əlavə olunacaq? Bura əlavə olunacaq. Yaxşı olardı ki, ən güclü tərkib olan ballardan biridir. Bu daş sarmaşığının balı. Bəli, sarmaşığı. Bu çünki bunun balın gözəlliyi ondadır ki, bunu daxilə qəbul edərkən bədəndə olan o pasiv hüceyrələrin aktivliyini artırır. Əlavə olaraq dəridə olan yaraları və dəridə olan yaraları, dəridə olan problemləri həll etmək üçün mən həmin qədər kömək eləsəm daha yaxşı olar, mənə elə gəlir. Demək, bu baldan istifadə edəcəyik. Demək, daş sarmaşığının balından. Bundan zəmin 2 xörək qaşığı əlavə edəcəyik. Danışmaqdan çox göstərək, deyə görstərək o zaman. Balın 2 xörək qaşığı əlavə edəcək, kifayət eləyəcək, kifayətdir. Götürək bir balcada. Sonra? Bunu tam qarışdırandan sonra fikirlər mənim bir dəfəlik mənim hələ qarışdırmamış daha nəyləri əlavə edəcəyik? Ondan sonra biz götürürük. Belə olar. Nə qədər? Əgər portağal yoxdursa, tam olaraq limondan istifadə etmək olar. Və yaxud da limon yoxdursa, portağalın olsun. Amma hər ikisindən yarısını istifadə eləsək, misal üçün, bu daha gözəl effekti olacaq və aromatı güclü olacaq. Bunun istifadə etmək üçün bunun şirəsini əlavə edirik həmin bu məhulla, moqul dediyimiz məhulla. Və sonra limon. Əlavə olaraq yarım limondan istifadə edəcəyik burada biz. Daş sarmaşığının balı. Yox, elə də çətin bir şey deyilmiş əslində. Yox, mən söhbət olmalı ki, çətin bir şey yoxda tapılan bir məhsullardır. Bunu məsləhət olar evdə uşaqların inkişafına, böyüklər üçün immunitetin gücləndirilməsinə, ümumiyyətlə qidalandırıcı bir içki olduğuna görə hamı istifadə eləsin. Və onu kifayət qədər çalmaq lazımdır ki... Yumurta tam qarışsın. Təşəkkür edirəm. Siz hazırlayın, biz sizə bir telefonu qəbul edək. Zəngimiz var. Alo. Alo. Bəli. Həkim, hər vaxtınız xeyir. Abətiniz xeyir olsun, buyuruz. Mən Beyləqandan zəng eləyirəm sizə. Buyuruz Beyləqandan. 10 ildir ki, olar ki, mənim də qaraciyərimdə pi toxuması var. Nə qədər macir etdirirəm, düzdür, yaxşı oluram, fərqiyyəti olur, yenə ağırlar başlayır. Amma sonra yəqin yenə yeyirsiniz də. Yəni, sonra ağına bozuna baxmadan yenə başlayırsınız kababdan, yağlı quyruqdan filandan zatdan. Yox, elə yeyən deyiləm, amma ki, ürəyim istəyəcək qədər də yeyə bilmirəm. Çünki məsələn, ürəyim istəyir ki, bu yeməyi mən axıra qədər yeyim. Biraz yeyən kimi mən də elə bilsəm doyuram da, yeyə bilmirəm heç. Aha. O zaman indi biz sizə müəyyən bir məsləhətlər verərik. Hər halda siz yəqin ki, dərman preparatları ilə də müalicə olunmuşsunuz da? Yox, həkim, elə dərman preparatlarından istifadə eləməmişəm. Oldu, təşəkkür edirəm. Vaxtilə Veynamazadımı espalifon zadı vurdurmuşam, o heç. Aydın oldu. Deyirəm, sizin o təbii çiçəklərinizdə nəsə çarə verilsin, həmişə baxıram. Aydın oldu, xanım. Deyirəm, o təbii çiçəklərdə mən məsləhət görəsiniz. Xahiş edirəm, vaxtımızı da nəzərə alın. Bizim verilişimiz canlı olduğundan biraz vaxtımız çox məhduddur. İkinci telefonu qəbul edək. Alo. Alo. Təəssüflər olsun ki, tamaşaçımızın səbri çatmadı gözləməyə. Arzu xanım. Ümumiyyətlə, qaraciyərdə pi distrofiyası bu dəqiqə demək olar ki... Belə demək olar, dəbə düşüb. Dəbə düşüb. Beyləqan da yaxşı ətlə zəngin olan yerdir. Beyləqan ətinin yəqin yağı daha çox olduğuna görə bu xanım daha çox qəbul edir. Bilirsiniz, biraz müalicə olunursunuz, özünüzü yaxşı hiss edirsiniz. Bu o demək deyil ki, sizdə bu problem tamamilə yox oldu. Bu, əgər sizin orqanizmdə bunun əmələ gəlmə səbəbi artıq var, yəni burada xolesterin miqdarının artması, triqliseridlər, yəni digər böyük bir problemdir bu, böyük bir prosesdə gedir. Siz yaxşı olan kimi o dəqiqə yəqin başlayırsınız təzədən yeməyinizə davam eləməyə. Çünki pi distrofiyasının qarşısını alan əsas üsullardan biri normal qidalanmaqdır. Əgər biz normal qidalansaq, müalicədən sonra uzun müddət bizdə remisiya deyirik də, sağalma periodu keçər. Ona görə də xanım birinci növbədə mütləq pəhrizinə riayət eləsin və əgər dərman müalicəsi artıq alıbsa, Ulduz xanımın dediyi müəyyən şeyləri yəqin qəbul etsə yaxşı olar. Təşəkkür ederim. Ulduz xanım, buyurun.
Bir də Bizim axşamlar, vaxtımız hər var. axşam yatmazdan qabaq gəzsə yaxşıdır. Bu da yaxşı kömək edir. Piyələnmənin qarşısını alır, o pəhrizlə bərabər. Limondan istifadə etmək lazımdır. Bu bir. Limonu xırda-xırda doğrayırsan, axşamdan 1 stəkan ilıq suda qoyursan, qalır səhərə. Səhər ac qarnına onun suyunu içmək lazımdır. İkinci, alma sirkəsindən istifadə etsin. 1 çay qaşığı gündə 2 dəfə, yarım çay qaşığı suyla. Sonra çiçək dozu, bax arı məhsuludur. O da qaraciyərdə piyələnməni götürür, ondan istifadə edə bilər. İndi yazda artıq zəncirotu çıxıb hər yanda. Zəncirotunun vaxtıdır. Bax, o zəncirotunun yaş-yaş götürüb müxtəlif salatlar eləmək və yaxud onun şirəsini sıxıb içmək lazımdır. Və bunlardan istifadə etsin. Pitrağın kökləridir, pitrağın ümumiyyətlə yerüstü hissəsidir. Alaqanqal çıxıb, alaqanqalın bütün hissələri çox yaxşıdır, qaraciyərin piyələnməsini götürür. Onları təzə şəkildə şirələrdən istifadə etsə daha yaxşı olar. Bir müddət, yox, əgər onları tapmırsa, tənbəllik edirsə, belə eliksir hazır şəkildə saydığım bitkilərin şirələri var burada. Bundan bir 4 ədəd qəbul edir. Ümumiyyətlə, bir kurs müalicə salınır. Qaraciyərin piyələnməsinə yaxşı kömək edir. Təşəkkür edirəm. Çox sağ olun Ulduz xanım və ümumiyyətlə yaz gəlib, bütün bitkilər var. Bitkilərdən daha çox istifadə edin, meyvə tərəvəzlərdən daha çox istifadə edin, ət məhsullarından, yağ məhsullarından bir qədər uzaqlaşın, hərəkətləri bir qədər artırın, yəni yerimək, gəzmək, gün ərzində iş görmək kimi problemlər biraz artıq olsa, o zaman bu piyələnmə məsələsi ikinci plana keçər. Biz, əziz tamaşaçılar, burada vaxtımız sona yetdi. Biz sizinlə gələn həftənin 3-cü gününə qədər sağollaşırıq. Sağ olun, özünüzü qoruyun və çarəsiz qalmayın.